Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Dərman bahalaşması xərçəng xəstələrini ölüm həddinə çatdırıb. Günas TV-nin məlumatına görə, xərçəng dərmanlarının qiymətinin kəskin artması və bəzi idxal dərmanlarının geniş şəkildə çatışmaması İranda xərçəng xəstələrini ciddi böhranla üz-üzə qoyub. Həkimlərin sözlərinə görə bu vəziyyət minlərlə xəstənin həyatını təhlükə altına salır. Qlobal Xərçəng Rəsədxanasının hesabatına əsasən İranda 2022-ci ildə 137 mindən çox yeni xərçəng xəstəliyi qeydə alınıb və 87 mindən çox insan bu xəstəlik səbəbindən həyatını itirib. Mədə xərçəngi ölkədə ən geniş yayılan xərçəng növü olaraq qalır. Səhiyyə sahəsinin mütəxəssisləri bildirirlər ki, son aylarda xərçəng müalicəsinin xərcləri görünməmiş səviyyədə artıb və kimyoterapiya ilə hədəfli dərmanların bir çoxu ailələrin böyük hissəsi üçün əl çatmaz olub. Məlumata görə bəzi xəstələr maddi imkansızlıq səbəbindən müalicəni dayandırmağa və ya daha ucuz, təsiri zəif olan dərmanlardan istifadə etməyə məcbur qalıblar. Bəzi ailələr isə müalicə xərclərini qarşılamaq üçün qızıl, avtomobil və hətta evlərini satıblar. Davam edirik. İran təhlükəsizlik məmurları mayın 11-də Sistan və Bəlucistan əyalətinin İran şəhər bölgəsində minik avtomobilinə atəş açıb. Bu barədə Bəlucistan İnsan Hüquqları Sənədləşmə Şəbəkəsi məlumat yayıb. Məlumata görə atəş nəticəsində avtomobildə olan Əbdülhəlim Həmli, Nasir Həmli, Macid Həmli və Mansur Cammali yerindəcə həlak olublar. Məmurların öncədən xəbərdarlıq etmədən avtomobilə atəş açdıqları bildirilib. Bugün səhər saatlarında İranda Əbdülcəlil Şəxbəxş adlı etnik bəluç edam edilib. Bu barədə İranın Mizan saytı məlumat yayıb. Onun etnik bəluçların Ənsar Əl-Furqan silahlı qruplaşmasının üzvü olduğu bildirilib. Şəxbəxşin ölkənin şərq bölgəsində polis bölməsinə silahlı hücumda iştirak etdiyi qeyd olunub. Seyid Müçtəbə Xamneyinin İslam Respublikasının 3-cü lideri seçilməsi ilahi hərəkət idi və bu prosesə İmam Zamanın rəhbərlik etdiyinin şahidi olduq. Bunu İran Ekspertlər Məclisinin üzvü Möhsün Əraki kimi tanınan Möhsün Məhəmmədi Əraqi deyib. Yeni liderin seçilməsi müharibə, təhdidlər və şiddətli xarici təzyiq şəraitində həyata keçirildi. Düşmənlər Ekspertlər Məclisinin toplanmasının qarşısını almaq üçün çox çalışdılar. Ancaq biz lideri tamamilə ilahi şəraitdə seçməyə müvəffəq olduq deyə o əlavə edib. Qeyd edək ki, ABŞ və İsrailin hücumu nəticəsində İranın keçmiş rəhbəri Əli Xamneyi fevralın 28-də öldürüldükdən sonra martın 9-da onun oğlu Müçtəbə Xamneyi yeni rəhbər seçilib. Qalibov Birləşmiş Ştatları ardıcıl məğlubiyyətlərlə hədələyib. Günas TV-nin məlumatına görə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibov Donald Trampın İranın ABŞ ilə razılaşma təkliflərindən narazı qalmasına cavab olaraq Vaşinqtonun İran hakimiyyətinin 14 maddəlik planını qəbul etməkdən başqa yolu olmadığını iddia edib. Qalibov bazar ertəsi axşamı X sosial şəbəkəsində ingilis dilində paylaşdığı mesajda yazıb. İran xalqının hüquqlarının 14 maddəlik planda göstərildiyi şəkildə qəbul edilməsindən başqa heç bir həll yolu yoxdur. O həmçinin xəbərdarlıq edib. Başqa hər hansı yanaşma tamamilə nəticəsiz olacaq. Ardıcıl məğlubiyyətlərdən başqa heç nə gətirməyəcək. İran parlamentinin sədri daha sonra ABŞ rəsmilərini təhdid edərək bildirib. Nə qədər çox geciksələr, Amerika vergi ödəyicilərinin üzərinə düşən yük bir o qədər ağır olacaq. Qalibov Donald Trampın İranın yeni təkliflərindən yenidən narazılığını ifadə etməsindən bir neçə saat sonra paylaşdığı başqa mesajda İran hakimiyyətinin bütün variantlara hazır olduğunu da bildirib. ABŞ prezidenti Donald Trump isə bazar ertəsi Ağ Evdə İranın müharibənin sona çatması üçün təqdim etdiyi yeni təklifləri axmaqça adlandırıb. ABŞ prezidenti Donald Trump İranın təklifini qəbul edilməz adlandırıb və Tehranla bağlı konkret planının olduğunu bildirib. O bunu Ağ Evdə çıxışı zamanı deyib. İranın təklifi qəbul edilməzdir. Mənim İranla bağlı planım var deyə ABŞ lideri bildirib. Trump onun strategiyasının mövcudluğunu şübhə altına alanlara isə sərt cavab verib. Çoxları deyir, onun planı varmı? Əlbəttə ki, mənim planım var. Mənim indiyənə qədər ki, ən yaxşı planım var. Trump vurğulayıb ki, təzyiq altında deyil və geri çəkilmək niyyəti yoxdur. Onlar düşünürlər ki, mən yorulacağam, bezəcəyəm və ya təzyiq altında qalacağam, amma heç bir təzyiq yoxdur. Trump ABŞ-nin nəticə əldə edəcəyini qeyd edib. Biz tam qələbə qazanacağıq. Hətta nəzəri olaraq artıq hərbi baxımdan da tam qələbə qazanmışıq.
ABŞ prezidenti Donald Trump getdikcə İrana qarşı tam miqyaslı hərbi əməliyyatı yenidən başlatmağı düşünür. Bu iddia ilə CNN telekanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb. Məlumata görə Trump Hörmüz boğazının bağlı qalmasının davam etməsi, eləcə də İranın Vaşinqtona əhəmiyyətli güzəştlər etməkdən imtina etməsi ilə bağlı getdikcə səbrini itirir. ABŞ administrasiyasının rəhbəri bunu İran hakimiyyəti daxilində iddia edilən fikir ayrılıqları ilə əlaqələndirir. Xəbərlərimiz davam edir. Bağdad və Tehran təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və sərhəd bölgələrində silahlı qrupların hərəkətinin qarşısını almaq üçün əlavə tədbirlər görmək barədə razılığa gəliblər. Bu barədə İraq Baş nazirinin Milli Təhlükəsizlik müşaviri Qasım Əl-Ərəcinin mətbuat xidmətinin açıqlamasında bildirilib. Razılaşmalar İraq və İran Ali Təhlükəsizlik Komitəsinin Bağdadda keçirilən iclasından sonra əldə edilib. Tərəflər birgə koordinasiyanın gücləndirilməsinin, sərhəd nəzarətinin möhkəmləndirilməsinin və fəaliyyətləri İraq, İran və bütün regionun təhlükəsizliyinə təhdid yarada biləcək terrorçu və silahlı qrupların ölkəyə daxil olmasının qarşısının alınmasının vacibliyini vurğulayıblar. Bəyanata görə İran tərəfi Bağdadda İraq Kürdistanının Muxtar bölgəsində yerləşən bir neçə İran silahlı qrupunun fəaliyyəti ilə bağlı məlumat çatdırıb. Müzakirələrdən sonra tərəflər bu məsələni hərtərəfli həll etmək üçün lazımi tədbirlərin görülməsi barədə razılığa gəliblər. Rejim interneti tam bağlamasına baxmayaraq Əli Larijani kimi rejim fiqurlarına qarşı sui-qəsdlərin qarşısını ala bilmədi. İran rəsmiləri əvvəllər internetin düşmənin nüfuz yolu olduğunu iddia edirdilər, lakin Hüseyn Əfşin davam edən terror və təhlükəsizlik hücumlarına işarə edərək bu arqumenti rədd edib. Günas TV-nin məlumatına görə Hüseyn Əfşin, Məsud Pezeşkiyanın elm və texnologiya üzrə müavini ölkədə internetin tam kəsilməsi ilə bağlı təhlükəsizlik arqumentlərini dolayı şəkildə şübhə altına alıb və bildirib ki, hətta müharibə şəraitində belə interneti bağlamaq düzgün yol deyil. O, müsahibəsində deyib, internet tamamilə bağlı olduğu vaxtlarda belə terrorlar davam edirdi. İran, ABŞ və İsrailin hücumlarından sonra ölkədə interneti geniş şəkildə kəsib və bu məhdudiyyətin tətbiqindən artıq 73 gün keçir. Buna baxmayaraq, rejim interneti bağlamaqla Əli Larijani kimi mühüm fiqurlara qarşı sui-qəsdlərin qarşısını ala bilməyib. Eyni zamanda informasiya təhlükəsizliyi üzrə mütəxəssis kimi təqdim olunan Ali Kiayefar bildirib ki, internetin bağlı olduğu dövrdə İranın bir sıra mühüm qurumları və bankları ölkə daxilindən haker hücumuna məruz qalıb. İran zənginləşdirilmiş uranın ölkə xaricinə çıxarılması ehtimalını istisna edib və Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında zənginləşdirmə səviyyələrini müstəqil şəkildə azaltmağa hazır olduğunu bildirib. Bu barədə Əl-Cəzirə telekanalı məlumat yayıb. İran hökumətindəki mənbə qeyd edib ki, ABŞ uranın zənginləşdirilməsinin 20 illik dayandırılmasını tələb edib, lakin Tehran bu şərti rədd edib. Hörmüz boğazı üzərindən kimyəvi gübrələrin daşınmasındakı problemlər dünyanı aclıq böhranı ilə üz-üzə qoya bilər. Günas TV-nin məlumatına görə BMT rəsmisi bildirib ki, Hörmüz boğazında kimyəvi gübrələrin daşınmasının davamlı şəkildə pozulması geniş humanitar böhran və yeni aclıq dalğasına səbəb ola bilər. George Moreira da Silva, BMT-nin humanitar böhranlarla mübarizə üzrə xüsusi missiyasının rəhbəri deyib ki, mövcud vəziyyət davam edərsə 10 milyonlarla insan aclıq və qıtlıq təhlükəsi ilə qarşılaşacaq. O, Agence France-Presse ilə söhbətində vurğulayıb, geniş humanitar böhranın qarşısını almaq üçün cəmi bir neçə həftə vaxtımız qalıb. BMT rəsmisinin sözlərinə görə amonyak, kükürt və karbamid kimi kimyəvi gübrə istehsalında istifadə olunan xam malın daşınmasının dayanması dünyada daha 45 milyon insanı aclıq riski ilə üzləşdirə bilər. Bu, xüsusi BMT missiyası ABŞ və İsrailin İranla müharibənin başlanmasından sonra yaradılıb və məqsədi Hörmüz boğazı vasitəsilə gübrə və əlaqəli xam malın daşınması üçün mexanizm formalaşdırmaqdır. Xəbərlərimiz davam edir. ABŞ prezidenti Donald Trump İran daxilindəki etirazçılara dəstək vermədiklərini iddia edərək Kürd qruplarını sərt şəkildə tənqid edib və ABŞ tərəfindən göndərilən silahların xalqa çatdırılmadığını bildirib.
Tramp bazar ertəsi çıxışında deyib, biz düşünürdük ki, Kürdlər silahları İran xalqına çatdıracaq, amma Kürdlər bizi məyus etdi. Kürdlər yalnız alan tərəfdir. O əlavə edib ki, ABŞ İran hakimiyyətinə qarşı olan qüvvələrə çatdırılması üçün müəyyən miqdarda silah və sursatı Kürd qruplarına verib, lakin həmin qruplar silahları təhvil verməyərək özlərində saxlayıblar. ABŞ prezidenti daha əvvəlki çıxışlarında da Kürdlərin silahların ötürülməsindən imtina etdiyini bildirmişdi. Trampın açıqlamaları İranla müharibənin ilk həftələrində silahlı Kürd qruplarının İran ərazisinə daxil ola biləcəyi ilə bağlı yayılan xəbərlərin fonunda səslənib. Tramp əvvəlcə bu ehtimalı dəstəkləsə də sonradan müharibənin daha mürəkkəb hala gəlməsini istəmədiyini deyib. Trampın son açıqlamaları siyasi və media dairələrində geniş reaksiyalara səbəb olub və İran hadisələrində Kürd qruplarının rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. ABŞ Energetika Nazirliyi bildirib ki, İranla müharibə fonunda qiymətləri sabit saxlamaq məqsədi ilə strateji neft ehtiyatından enerji şirkətlərinə borc olaraq 53,3 milyon barel neft ayrılıb. Bu addım Birləşmiş Ştatların qlobal bazara əlavə 172 milyon barel neft çıxarmaq öhdəliyinin bir hissəsidir. Sözügedən öhdəlik mart ayında Beynəlxalq Enerji Agentliyinin təşəbbüsü çərçivəsində 30-dan çox ölkənin iştirakı ilə elan olunmuşdu. Təşəbbüsün məqsədi dünya bazarına təxminən 400 milyon barel əlavə neft çıxarmaqdır. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.